Salam, hər vaxtınız xeyir olsun. Demək, şagirdlərin qarşıladığı bu sözləri sizin nəzərinizə çatdırmaq istəyirəm. Gəlsən, gələsən, gələsisən. Uşaqlar bu üç feilin hər üçünün eyni şəkildə olduğunu düşünür. Lakin bir nüansa diqqət yetirmək lazımdır. Birinci sözümüz gəlsən sözündə şərt şəklidir. Səbəb, gəl sözün kökü, gəlsə, sasə, başlanğıc həmçində kökə qoşulub görürsünüz. Nə olur? Şərt şəklinin şəkilçisi, şərt. Nöndəki şəxs sonluğu. Şəxs sonluğu. Digəri, gələsən. Gəl sözün kökü, gələsən. Bu nədir? AL şəkilsini avtomatik görürük. Burada olur nə? Arzu şəkli. Digərdə şəxs sonluğu. Sən gələsən. Kaş sən gələsən. Digər sözümüz isə gələsisən. Gəl sözün köküdür. Gələsi, AS-i. AS-i burada nədir? Lazım şəklinin şəkilçisidir. Səndəki şəxs sonluğu. Deməli, bu üç feil arasında fərqli nüans çoxdur. Birinci feilimiz şərt şəkli, ikinci feilimiz arzu şəkli, üçüncü feilimiz isə lazım şəklindədir.